Deməli uşaqlar, birinci hissə test toplusundan 1-dən 13-ə qədər izah eləmişdim. İndi 14-dən 26-ya qədər olan isbatları izah eləyirəm. Diqqətlə qulaq asırsınız. Sual 14. İki çevrənin kəsişmə nöqtəsindən onların diametrləri çəkilmişdir. Baxın, nələr izah eləyir. AC-ni demək istəyir. Bir də AD-ni demək istəyir. Deyir ki, diametrlərindən kəsişmə nöqtələrini bu formada xəttlər çəkilir. İndi isbat edin ki, bu diametrlərin digər uc nöqtələri və çevrələrin digər kəsişmə nöqtəsi bir düz xətt üzərində yerləşir. Yəni biz isbat eləməliyik ki, CBD bir düz xəttin üzərindədir. Uşaqlar, əgər bu üç nöqtə bir düz xəttin üzərindədirsə, onda bu CBD bucağının 180 olduğunu göstərməliyik. Bax, məsəl üçün, bax, bu olsun A nöqtəsi, tutaq ki, bu olsun B nöqtəsi, bu da olsun C nöqtəsi. Hansı halda bu üç nöqtə bir düz xəttin üzərində olar? Mən bunlardan keçən bir xətti çəksəm və bu ortadakı bucağın neçə olduğunu göstərsəm, 180 olduğunu göstərsəm. İndi görün nə edirik? Mən A ilə B-ni birləşdirsəm. Baxırsınız, A, B, C bucağına. A, B, C. ABC bucağı diametrə söykənən daxilə çəkmiş bucaqdır. Diametrə söykənən daxilə çəkmiş bucaq neçə dərəcə olur? 90. Onda deyə bilərəmmi ki, bucaq ABC neçə dərəcədir? 90 dərəcə. İndi istəyirəm ki, sağ tərəfinə baxasınız. ABD bucağına. ABD bucağı da AD diametrinə söykənən daxilə çəkmiş bucaqdır. Onda demək ki, bunun burası da 90 dərəcədir. Yəni, bucaq ABD də bərabərdir 90 dərəcəyə. İndi CBD bucağı neçə oldu? Bucaq CBD-ni deyim mənə. CBD, fikir versiniz də özündə 2 dənə 90 saxlayır. Ona görə cəm 180 olacaq. Yəni, biz isbat elədik ki, CBD neçə dərəcəymiş həqiqətən? 180 dərəcəymiş. Və bir düz xətt üzərində yerləşir. Çatdı mı? İsbatı bu qədər. İndi keçirəm 15-ci. Bəli, sizə dediyim şeyləri siz oraya yazmalısınız. İnşallah düşər. Baxaq buna. Sual 15. İsbat edin ki, üçbucağın medianlarının oturacağından keçən çevrənin radiusu bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusundan 2 dəfə kiçikdir. Uşaqlar, əgər bu üçbucağın AA1 medianını çəkmişəmsə, onda bu A1 nöqtəsi BC-nin nəyi olacaq? Orta nöqtəsi. Yəni, BA1 ilə A1C bir-birinə bərabərdir. Çatdı bu hissəsi. Sonra uşaqlar, BB1 də mediandırsa, onda AB1 ilə CB1 bu da bir-birinə bərabərdir. Onda belə çıxır ki, B1 də orta nöqtədir. B1 də orta nöqtədir. Həmçinin CS1 də mediandırsa, BC1 ilə AC1 bərabər olacaq. Onda deyəcəm ki, C1 də nəymiş? Orta nöqtəymiş. İndi, mən bu orta nöqtələri birləşdirsəm, nəticədə burada yaranan A1, A1B1, B1C1 və A1C1 böyük bucağın nələr oldu? Orta xəttləri. Orta xəttlərdə də belə bir qayda var ki, paralel olduğu tərəfin yarısına bərabərdir. İndi mən uşaqlar A1B-yə özümdən bir A desəm, AB tərəfi nə qədər olar? 2A. B1C1-ə özümdən bir dənə B desəm, BC nə qədər olacaq? 2B. Həmçinin A1C1-ə özümdən bir dənə C desəm, AC-miz olacaq nə qədər? 2C. Nəticədə nə gördük? Oxşar üçbucaqlar. Birinci üçbucağın tərəfləri elə bil ki, baxın bu formadadır. Tərəflər nə oldu uşaqlar? A, B, C oldu. İkinci üçbucağın tərəfləri nə oldu bəs? İkinci üçbucağın tərəfləri 2C oldu, 2A oldu və 2B oldu. Biz də bilirik ki, tərəf əlamətinə görə iki üçbucağın üç tərəfi mütənasibdirsə, onda bunlar nədirlər? Oxşardırlar. Oxşardırlarsa, xaricinə çəkilmiş çevrələrin radiusları nisbəti
R1 bölü R2 uyğun tərəflərin nisbətinə bərabərdir. Yəni 2A bölünsün A. Nəyə bərabər oldu onda? 2-yə. Həqiqətən göstərdik ki, radiusu 2 dəfə nəymiş? Kiçiymiş. Çatdım aşağılar? Tamam. Keçirəm 16-cı isbata. Deyir ki, isbat edin ki, qabarıq dördbucaqlının diaqonallarının uzunluqları cəmi onun perimetrindən kiçikdir. Gəlin bir dənə qabarıq dördbucaqlı çəkək. Qabarıq dördbucaqlı bu formada olsun. Adını sanını bilmirik. Adlandırım istəyirsiniz. Bura A, bura B, bura C, bura D yazıram. İndi söhbət diaqonaldan gedirsə, bunlara da bir ad verək. A, B, C, D deyək. Söhbət diaqonaldan gedirsə, əvvəlcə AC diaqonalını mənə deyin görüm. AC diaqonalı üçbucaq bərabərsizliyinə görə hansı araqda yerləşəcək? Və yaxud nədən kiçik olacaq? A plus B-dən kiçik tərəfini yazmıram. Həmçinin nədən kiçik olacaq? C plus D-dən. Başa düşdünüzmü uşaqlar? Yuxarıdakı üçbucağa görə AC diaqonalı A plus B-dən kiçikdir. Aşağıdakı üçbucağa görə AC diaqonalı C plus D-dən kiçikdir. İndi bir də BD diaqonalını çəkirəm. Bir də BD diaqonalını çəkirəm. İndi BD diaqonalının sol tərəfində qalan ABD üçbucağına görə BD nədən kiçik olacaq uşaqlar? A plus D-dən. Həmçinin sağdakı üçbucağa görə, BCD üçbucağına görə BD diaqonalı nədən kiçik olacaq? B plus C-dən. İndi mən bunların dördünü də tərəf-tərəfə toplasam, nə baş verəcək? 2 dənə AC, üstə gəl 2 dənə BD kiçik olacaq. Diqqətlə toplayın buraları. 2A üstə gəl 2B üstə gəl 2C üstə gəl 2D. Bura qədər hər şey qaydasındadır da. Hamısını 2-yə bölün. AC üstə gəl BD kiçik oldu. A üstə gəl, B üstə gəl, C üstə gəl D-dən. Biz nə isbat eləmiş olduq uşaqlar? Diaqonalların cəmi həqiqətən də perimetrdən nəymiş? Kiçiymiş. Bundan da deyəcəyik ki, isbat olundu. Başa düşdünüz? Evdə yenə təkrar baxarsınız, möhkəmlənər. 17-ci sualımız. Deyir, ABCD trapesiyasında BAN bucağı ilə NAD bucaqları bir-birinə bərabərdir. Onda bura alfa, burada alfa yazıram. CN ND-yə bərabərdir. Onda N CD'nin orta nöqtəsi olacaq. İsbat edin ki, AB tərəfi AD ilə BC-nin cəminə bərabərdir. Deməli, bax bu yan tərəfin, gəlin bunun adına, məsələn, bir X deyək. AD ilə BC-nin cəmidir. Bura bir dənə A deyirəm onda, burada bir dənə B deyirəm. Yəni, biz hal-hazırda nə isbat eləməliyik? X-in A plus B-yə bərabər olduğunu. Uşaqlar, N nöqtəsi orta nöqtədir deyə icazə verirsinizmi? Orta xətt çəkin. Yəni, ağla gələn bu olmalıdır da. Buradan belə bir dənə orta xətt çəkirəm. Bura N-dir, burada olsun N. Nəticədə bura ilə bura bir-birinə nə oldu? Bərabər oldu. Bəs yaxşı, MN orta xəttdir deyə uzunluğu nəyə bərabər olacaq? A plus B bölünsün 2. Problemimiz varmı? İndi uşaqlar, 4 dənə hərf deyirəm, izləyin. M, N, A, D. Z hərfi var. Z hərfinə görə A bucağı alfadırsa, onda M bucağı da nə olacaq? Alfa. İndi AMN üçbucağına diqqət. AMN bərabər yanlı üçbucaq oldu. Bərabər yanlı üçbucaqdır deyə alfa-alfaya görə bərabər yanlı deyirəm bu arada. MN ilə AM bir-birinə sən demə bərabər imiş. Onda AM hissəsinə nə deyəcəm uşaqlar? A plus B bölü 2. M orta nöqtə idi deyə BM də A plus B bölünsün 2 oldu. Nəticədə o X-ə baxın. O X özündə nəyi saxlayır? A plus B bölü 2 üstə gəl A plus B bölü 2-ni saxlayır. Bu da bizə elə nəyi verir? A plus B-ni verir.
Yəni, isbat elədik ki, həqiqətən də AB tərəfi oturacaqların cəminə bərabər imiş. Aydın oldu mu? Tamam. Keçirəm 18 nömrəli sualımıza. Deyir, Y və F nöqtələri ABCD paralleqramının AB və CD qarşı tərəflərinin orta nöqtələrdir. Orta olduğunu qeyd eləməliyəm uşaqlar. F nöqtəsi CD-nin orta nöqtəsidirsə, onda bura bərabər olacaq. Mənə razısınız? AA yazdım. Həmçinin uşaqlar, Y nöqtəsi də AB tərəfinin ortasıdır. Bu arada paralleqramda DS tərəfi 2A-dırsa, AB-miz də 2A deyilmi uşaqlar? Onda bura necə bölünəcək? Burada AA şəklində bölünəcək. İndi AF və SY düz xətlərinin BD diaqonalını 3 bərabər hissəyə böldüyünü isbat edin. Yəni, deyir ki, isbat edin ki, çəkdiyim AF və SY xətləri BD diaqonalını 3 bərabər hissəyə bölür. Fales terimini xatırlayırsınızmı? Fales terimində belə bir qaydamız var idi ki, bucağın tərəflərindən paralel keçən düz xətlər bir tərəfdən bərabər parçalara ayırırsa, digərindən də bərabər ayırır. Əvvəlcə istəyirəm hara baxasınız? Baxırsınız uşaqlar, hansı üç bucağa? DNS üç bucağına diqqət. DNS üç bucağında F orta nöqtədir. Həmçinin bunlar bir-birinə paraleldirsə, onda M də orta nöqtə olacaqmı? M nəyin ortası olacaq? DN-in ortası olacaq. M nöqtəsi D-nin ortasıdır. Həmçinin deyə bilərəm ki, MF DNS üçbucağının orta xəttidir. Onda uşaqlar, mən bura K demiş olsam, bunun burası da K olacaq. Razısınız bu hissəsindən? Yəni, DM ilə MN-in bərabər olduğunu göstərdim. Bu dəfə istəyirəm ki, AMB üçbucağına baxası. Bu da bax, bu üçbucağa baxın. AMB üçbucağında da yenə fales terimi var. Əgər AY ilə YB bərabərdirsə, onda MN ilə də NB bir-birinə bərabər olacaq. Nəticədə NB-yə də nə deyirəm? K. Nə göstərmiş oldum? DM bərabərdir MN, bərabərdir NB və bunların hamısı da bir dənə K-ya bərabərdir. Yəni, həqiqətən də 3 bərabər hissəyə bölündü. Başa düşdünüzmü? Tamam. Davam edirik. 19 nömrəli sualımız. İsbat edin ki, trapesiyanın oturacaqlarının fərqinin modulu onun yan tərəflərinin fərqinin modulundan böyükdür. Neynəyək uşaqlar? Gəlin bir dənə trapesiya çəkək. Bir dənə trapesiya çəkək. Adı olsun A, B, C, D. İndi mənə deyir ki, isbat edin ki, trapesiyanın oturacaqlarının fərqinin modulu. Gəlin belə eləyək. Bura mən A deyirəm, burada B deyirəm. Bunun bir tərəfinə C deyirəm, bir tərəfinə də D deyirəm. Çünki söhbət ixtiyari trapesiyadan gedir. İsbat eləmək lazımdır ki, oturacaqların fərqinin modulu, məsəl üçün, açıq B-nin modulu, yan tərəflərin fərqinin modulundan böyükdür. Məsəl üçün, C çıxılsın deyil, bundan böyükdür. Növünü bilmədiyimiz trapesiyalarda biz həmişə nə yaratmağa çalışmışıq, xatırlayırsınızsa? Paralleqram. Xatırlayırsınızmı bunu? Yan tərəflərdən birinə paralel düz xətt çəkək. Məsəl üçün, C-dən AB-yə paralel olan belə bir dənə düz xətt çəkək. Bu zaman nə olacaq uşaqlar? Bura özümdən bir dənə Y deyirəm. BC ilə AY paraleldir deyə AY-yə mən B deyə bilərəmmi? Onda YD hissəmiz olacaqmı? Açıqsın B. Çatdı bu hissəsi. Digər tərəfdən AB ilə də CY paraleldir. Həmçinin bir-birlərinə bərabərdir. Onda CY-yə də nə demək olar? C. Bunu da yazdım. İndi uşaqlar, bütün diqqətinizi yönəldim, bu da bax bu üçbucağa. Y, C, D üçbucağına diqqət yetirin. Üçbucağın iki tərəfi, bu, bir də var üçüncü tərəfi. Əgər C və D
tərəfləri, mən ortada açıq B-ni yazmış olsam, onda C və D tərəfləri bu açıq B-nin solunda, sağında necə yerləşməlidir? C plus D yerləşməlidir bunun böyük hissəsində. Razısınız mənlə? Modulda C çıxılsın D də yerləşməlidir bunun bu kiçik tərəfində. İndi yazdığım bu bərabərsizliyin bu hissəsi bizim sualımızın cavabı deyilmi uşaqlar? Görə bildiniz? Bax, bunu bir də tərsinə çevirək istəyirsiniz. Yəni, A çıxılsın B böyük oldu nədən? C çıxılsın D-dən. Biz bundan nə ispat eləmiş olduq? Bir də bu açıq B-ni modulda yazmağa ehtiyac yoxdur. Niyə? A-nı onsuz da mən nə qəbul eləmişəm? Böyük oturacaq. A B-dən böyükdür. Yəni, ispat elədik ki, həqiqətən də oturacaqların fərqinin modulu böyükdür yan tərəflərin fərqinin modulundan. Başa düşə bildiniz? Sualın əsas hissəsi izahı nədəymiş? Növünü bilmədiyimiz trapesiyalarda nə yaradırıq? Parallelogram. Bir də çox önəmli bir cümləmiz var idi. Diaqonallar perpendikulyar olanda da bir dənəsini trapesiyanın içərisində saxlayıb, birini sürüşdürüb çölə çıxardırdıq. Ona aid nümunələr gələcək birazdan. Davam edirik uşaqlar. 20. İspat edin ki, trapesiyanın bir yan tərəfinə bitişik bucaqlarının tən bölənləri trapesiyanın orta xətti üzərindəki bir nöqtədə düz bucaq altında kəsişirlər. Uşaqlar, deməli, nə iş görməliyəm? Əgər DM tənböləndirsə, bunun tənbölən olduğunu sizə hiss elətdirməliyəm. Necə hiss elətdirim? Yazıram bura alfa, burada alfa. Həmçinin CM də tənböləndir. Şərtdə deyibdir da bunu. Onda buralara nə deyəcəm? Beta, beta. İndi sizə maraqlı bir sual verirəm. Sizcə, buradakı bu 2 alfa bucağı ilə 2 beta bucağı hansı vəziyyətdədirlər? Adına nə deyirdik? Daxili bir tərəfli. Daxili bir tərəfli bucaqlarda cəm nə qədər idi? 180. Onda yazıram ki, 2 alfa üstə gəlsin 2 beta bərabərdir 180. Ümumiyyətlə, belə qayda var da, trapesiyanın yan tərəfi iti ilə körünün cəmi həmişə 180-dir. Hamısını bölün 2-yə. Alfa üstə gəl beta cəmi nə qədər oldu? 90. Uşaqlar, biz ispat eləməliydik ki, CMD neçə dərəcədir? 90 dərəcədir. Onda, gəlin belə bir şey eləyək. CMD üçbucağına baxırsınız. Tutaq ki, buranın 90 olduğunu hələ ki mən bilmirəm də. Yazıram, bucaq CMD, üstə gəl alfa, üstə gəl beta, üçbucağın bucaqları deyə 180 olmalıdır. Alfa üstə gəl betanın yerinə 90 qoyub digər tərəfə keçirsəm, bucaq CMD nəyə bərabər oldu? 90 dərəcəyə. Əslində bizdən burada 2 dənə ispat soruşur, birinci isbatı yerinə yetirdim. Göstərdim ki, həqiqətən də 90 dərəcədə bucaq altında kəsişir. İkincisi nədir bilirsinizmi? Orta xətt olduğunu göstərməliyəm. YF-in orta xətt olduğunu göstərməliyəm. Bu necə göstərərəm? Z hərfləri var 2 dənə. Əvvəlcə yuxarıdakı B, C, M, F, yuxarıdakı hissəyə baxın. Bu betadırsa, onda bunun burası da beta olacaqmı uşaqlar? Beta betadan MF ilə CF-in bərabər olduğunu göstərdim. Düzdürmü? Bir də tərsinə Z hərfi var. F, M, D, A ya da A, D, M, F. Bura alfadırsa, onda bunun burasına da nə deyəcək? Alfa. İndi M, F, D üçbucağına diqqət. Alfa ilə alfa eynidir deyə, MF ilə də FD eyni olacaq. Yəni göstərdim ki, F nöqtəsi həqiqətən də CD-nin nə imiş? Orta nöqtəsi imiş. Və YF də bu oturacaqlara paraleldir, deməli, orta xəttdir. Digər tərəfdən, bax fikir verin, bura alfa, bura betadırsa, bu alfa üstə gəl betanın cəminin 90 olduğunu yenə ispat eləmiş oluruq. Çatdı mı inşallah? Tamam. Baxaq 21-ə. Bir, ispat edin ki, trapesiyanın xaricinə və daxilinə çevrə çəkmək mümkündürsə, bu trapesiyanın yan tərəfləri onun orta xəttinə bərabərdir. Yan tərəflərin orta xəttinə bərabər olduğunu göstərməliyik. İlk öncə belə bir qaydanı xatırlayaq sizlə uşaqlar.
Trapesiya dördbucaqlıdır da, düzdür? Əgər trapesiya dördbucaqlıdırsa və xaricinə çevrə çəkilibdirsə, onda qarşı bucaqlarının cəmi 180 olmalıdır. Belə bir iş görürəm. Bir dənə trapesiya çəkirəm və bunu xaricinə belə bir dənə çevrə çəkirəm. Uşaqlar, bu trapesiyadan xəbərim olmadığına görə birinə alfa, birinə beta, birinə gamma, birinə də nə deyəcəm? Birinə də nə deyəcəm? Tutaq ki, fi deyəcəm. İndi yolumuz nədir dedim? Əgər xaricinə çevrə çəkə bilmişəmsə, qarşı bucaqların cəmi 180 olmalıdır. Yazıram. Alfa üstəgəl beta yox. Alfa üstəgəl nə? Gamma. Bərabərdir 180. Həmçinin fi üstəgəl beta, bu da nəyə bərabərdir? 180. Digər tərəfdən aşağılar, digər tərəfdən. Bayaqki misalda göstərdik ki, alfa ilə beta yan tərəfə bitişik bucaqlardırsa, cəmi 180 olmalı deyilmi? Həmçinin fi ilə qammanın cəmi də nə olmalıdır? 180. İndi buradan maraqlı bir şey ortaya çıxacaq. Məsəl üçün, bax, bu ikisinə fikir verin, bu ikisinə baxın. Fi üstəgəl beta da 180-dir, alfa üstəgəl beta da 180-dir. Onda mən deyə bilərəm ki, fi ilə alfa bərabərdir. Fi ilə alfa bərabərsə, gəlin bu fi'nin yerinə biz alfa qoyaq. İndi, oturacağı bitişik bucaqlar bərabər olduğundan necə trapesiya deyəcəm? Bərabər yanlı. Onsuz da uşaqlar, trapesiyalardan yalnız bərabər yanlının xaricinə çevrə çəkmək olurdu. Deməli, müəyyənləşdirdim ki, AB bərabər imiş nəyə? CD-yə. Bunu müəyyənləşdirdim. Sonra uşaqlar, bir dənə də qaydamız var idi, xatırlayırsınızsa, hansı dördbucaqlıların daxilinə çevrə çəkmək olurdu? Qarşı tərəflərin cəmi bir-birinə bərabər olmalıdır. İndi, əgər ABCD trapesiyasının daxilinə çevrə çəkmişəmsə, onda AB üstəgəl CD cəmi nəyə bərabərdir aşağılar? Düz deyirsiniz, BC üstəgəl AD cəminə. Aydındırmı? İndi, bu məsələdə AB ilə CD bir-birinə bərabərdir. Dedik axı, bərabər yanlıdır. Onda bu CD-nin yerinə AB qoysam, bax, buraya elə bir ki, AB qoysam, 2 dənə AB-miz bərabər olacaq BC üstəgəlsin AD-yə. Onda AB-nin özü nəyə bərabər oldu? BC üstəgəl AD bölünsün 2. Bu BC üstəgəl AD bölü 2 də bizə nəysə xatırladır? Orta xətt olduğunu xatırladır. Bəli, olar. Nə göstərdim aşağılar? Yan tərəfin nəyə bərabər olduğunu göstərdim? Orta xəttə. Həmçinin bunu mən CD üçün də yazsaydım, yenə CD də orta xəttə bərabər olacaqdı. Başa düşə bildinizmi? Tamam. Həqiqətən çox gözəl sualdır, çox maraqlı sualdır. Növbəti isbatımız gəlsin. 22. Deyir, kör bucaqlarının dərəcə ölçülərinin cəmi 270 olan trapesiyanın yan tərəfləri A və B kiçik oturacağı S olarsa, AD oturacağının uzunluğunun kökdə A kvadrat üstəgəl B kvadrat üstəgəlinsin S olduğunu isbat edin. Uşaqlar, yenə trapesiya var, özü də ixtiyari trapesiyadır. Nə yaratmağı tövsiyə elədim sizə bayaqlar? Parallelogram. Amma bir məsələ var uşaqlar. Bu kör bucaqların cəmi, birinə alfa deyirəm, birinə də beta deyirəm. Bu kör bucaqların cəmi 270-dir deyir. Yazıram onda, alfa üstəgəl beta bərabər 270 dərəcədirsə, onda bucaq A üstəgəl bucaq D cəmi 90 olmalı deyilmi? Çünki 4 bucaqlı deyə toplam 360 olmalıdır. İndi yolumuz nə idi dedim? Növünü bilmədiyim trapesiyalarda nə yaradaq? Parallelogram. C-dən AB-yə bir dənə paralel çəkdim. Və burada nə deyim uşaqlar? Y deyim. Buranı da silirəm. İndi uşaqlar A, B, C, Y hansı fiqur oldu?
Parallelogram oldu deyə BC S-dir deyə AY də S olacaq, razısınızmı? Digər tərəfdən deməli AB A-dırsa, onda YS-yə də nə deyəcəm? A deyəcəm. İndi uşaqlar, bayaq dedik ki, bax bu A bucağı, məsəl üçün, nə deyək? Bir dənə X bucağı deyək. A bucağı X olsa, onda bu Y bucağına da X demək olarmı? Çünki paraleldir. Həmçinin A bucağı ilə D bucağının cəmi neçə dərəcədir? 90. Onda bu X bucağı ilə bu D bucağının da cəmi 90 olacaq. Nəticədə YSD necə üç bucaq oldu? Düz bucaqlı üç bucaq. İndi YSD düz bucaqlı üç bucağında YD nə rolunu oynayır? Hipotenuz. Onda bu hipotenuzu nə ilə taparam? Pifagorla. Pifagora görə YD nəymiş onda? Kök altında A kvadrat üstə gəl, B kvadrat. İndi mənə deyin görüm AD nə qədər oldu? AD bərabər oldu, bütöv AD bərabər oldu. S üstə gəlsin kök altında A kvadrat üstə gəl, B kvadrat. Məndən deyil, bunu ispat eləmək istəyirdi. Yəni, ispat elədik ki, həqiqətən də AD S üstə gəlsin, kökdə A kvadrat üstə gəl, B kvadratdır. Başa düşə bildiniz? Maraqlıdır. Maraqlıdır, həqiqətən maraqlıdır. Baxırıq 23-ə. Deyil, diaqonalları perpendikülər olan düzbucaqlı trapesiyanın, düzbucaqlı trapesiyadan söhbət gedir uşaqlar. Gəlin bir dənə düzbucaqlı trapesiya çəkək. Özü də diaqonalları nə olan? Perpendikülər. İstəyirsiniz bu diaqonalı fərqli bir rənglə çəkin. Bu diaqonallar perpendikulyardır. Bunlar qeyd elədim. Adlandırıram A, B, C, D. Diaqonalların kəsişmə nöqtəsinə də adətən nə deyirdik? O deyirdik. Özdə düzbucaqlı trapesiyadır. İndi davamına qulaq asaq. Deyir, düzbucaqlı trapesiyanın hündürlüyünün onun oturacaqlarının həndəsi ortası olduğunu ispat edin. Bu hündürlük BC-yə A, AD-yə B desəm, ispat eləməliyəm ki, hündürlük kök altında nəyə bərabərdir? A vur B-yə bərabərdir. Yolumuz yenə də dəyişmir uşaqlar. Nə yolu deyirdim ki sizə? Trapesiyada diaqonallar perpendikulyardırsa, diaqonalın biri qalacaq trapesiyanın içərisində, o birisini paralel olaraq sürüşdürüb çölə çıxardacaq. İndi AC diaqonalını fərz eləyin ki, sürüşdürürəm BC boyunca və B-yə qədər gətirirəm. Burada olsun bir dənə Y. İndi uşaqlar, əgər YB ilə AC paraleldirsə, onda, bax, bura 90 olduğundan mən YBD bucağına da 90 yaza bilərəmmi? Bax, burada yazıram 90. İndi deyin görüm, YBD necə üç bucaq oldu? Düz bucaqlı üç bucaq. Həmçinin bir şey də unutmayaq, BC A-dırsa, YBCA paralleloqramına görə BC A-dırsa, YA-ya da nə demək olar? A demək olar. İndi, xatırlayırsınızmı? 90 dərəcədən 90 dərəcə çəkiləndə məşhur düsturumuz var idi. H kvadrat bərabərdir M-in. İndi, M-i N-i təmsil eləyən nədir burada? A, B-dir. Bunun da hər iki tərəfindən kök alsam, H bərabərdir, kök altında A, B. Onsuz da normal dərs keçən zaman mən bu düsturun isbatını verirdim sizə. Düzbucaqlı trapesiyada diaqonallar perpendikulyardırsa, hündürlüyün kvadratı oturacaqların nəyidir? Hasilidir. Topluluqda buna aid 6 dənə sual var uşaqlar. Başa düşdükmü? Tamam. Davam edirik, növbəti isbatımız gəlsin. 24. Deyir, diaqonalları perpendikulyar olan düzbucaqlı trapesiyanın yeni şey gəldi. Bir də çəkək uşaqlar, ev yox. Bir dəfə də çəkirəm. Deməli, belə bir dənə düzbucaqlı trapesiya çəkirəm yenə. Bura A, bura B, bura C, bura D-dir. Düzbucaqlı sahəsinin
Bura 90'dır. Yenə diaqonalları perpendikulyardır. Bu diaqonalı çəkdim. Bu diaqonalı çəkdim. Bura perpendikulyardır. Deməli, deyir ki, sahəsinin onun oturacaqlarının ədədi ortası ilə həndəsi ortası hasilinə bərabər olduğunu ispat edin. Deməli, nə ispat eləməliysə onu yazıram uşaqlar. Sahə bərabərdir. Oturacaqların ədədi ortası. Nə başa düşürsünüz? A topla B böl 2 vurulsun həndəsi ortası. Kök altında A vurulsun B. Bax, bunu ispat eləməyə çalışırıq. Təbii ki, trapesiyanın sahəsini tapanda, mən bura A, bura B demişəmsə, S bərabərdir. Normal trapesiyanın sahəsi necə tapılır aşağılar? A plus B böl 2 vurulsun H değil mi? İndi A plus B böl 2, burada da A plus B böl 2 var. H-ın kök altında AB olduğunu ispat eləməliyəm. Bu da elə bayaqki isbatdır da. Bir dəfə də deyək bunun üçün. Neynədik aşağılar? AC-ni çölə sürüşdürdük və çöldə bir dənə paralleloqram qurduq. Burada Y dedik. BS A'dır deyə YA-ya da A dedik. O 90'dır deyə B də nə oldu? 90. H kvadrat bərabər MN düsturuna görə H kvadrat A vur B oldu. Onda H-ın özü kök altında AB. Bunu da gətirib burada yerinə qoysaq ispat eləmiş oluruq. Tam çatdı. Səliqəlidir məncə. Tamam. Keçirik 25'ə. Görək burada nə deyir? Diaqonalları perpendikulyar olan bərabər yanlı trapesiyanın, bu dəfə növ dəyişdi uşaqlar. Bərabər yanlı trapesiyanın hündürlüyünün onun oturacaqlarının ədədi ortası olduğunu ispat edin. Deməli, bir dənə trapesiya çəkirəm. Bərabər yanlıdır. Özü də diaqonalları perpendikulyar olan. Bax, bunu çəkdim. Söhbət bərabər yanlı trapesiyadan gedirsə, diaqonallar da bərabərdir də onda. Bax, bura ilə bura bir-birinə bərabərdir. Və uşaqlar, ümumi qaydamız dəyişməsin deyə mən sizə belə bir şey deyəcəm. Yenə paralel, perpendikulyar diaqonallar görürsünüzsə, yolumuz nə idi dedim? Birini çölə çıxardım. Nəyi çıxardaq? AC-ni. Oturacaqlara da mən deyirəm A ilə B. Gəlin AC-ni BS boyunca paralel sürüşdürüb çölə çıxardaq. Bura Y deyirəm. Nəticədə YA nə olacaq? A olacaq. Həmçinin AC-miz D-dir deyə YB-yə də nə yazacam aşağılar? D. Həmçinin bu O nöqtəsi özündə 90 dərəcə saxlayırsa, onda B-yə də nə yazıram? 90 yazıram. İndi mənə deyin görün uşaqlar, YBD necə üçbucaq oldu? Özü də necə düzbucaqlı üçbucaq? Bərabər yanlı. Bərabər yanlı, düzbucaqlı üçbucaq oldu. Bərabər yanlı, düzbucaqlı üçbucaqda oturacağa çəkilən bax bu hündürlük. Həm də nə olur da aşağılar? Həm median, həm hündürlük, həm də tənbölən. Bu arada bütöv median da nədir? Bütöv betonuz A plus B'dir. İndi nə göstərmiş oldum? Bax, o çəkdiyim H var ha, BH deyim adına. BH YBD düzbucaqlı üçbucağında betonza çəkilən həm də mediandır deyə AD-nin nəyidir? Yarısıdır. Onda hündürlük bərabər oldu. A üstə gəl B böl 2. Yəni hündürlüyün nə olduğunu göstərdim. Orta xətt olduğunu göstərdim. Bizdən də elə bunu soruşmurdu mu? Yox, sadəcə ədəd ortasını soruşurmuş. Bura qədəri bəs eləyərmiş aşağılar. Yəni hündürlük A üstə gəl B böl 2-dir. Amma başqa bir sualda hündürlüyün orta xətt olduğunu istəyər. Yenə də yolu bu formadadır. Aydındır. Əslində bundan da rahat bir isbat var. Gəlin onu da deyim sizə. Diaqonalları sürüşdürmədən.
O diaqonalları sürüşdürməni ona görə dedim ki, ümumi qaydamız dəyişməsin uşaqlar. Bəli, bir yuxarı, bir aşağı. Baxın, bərabəryanlı trapesiyadır. Diaqonalları nə olan deyir? Diaqonalları perpendikulyar olan. Aha. İndi, mən bunun burasına bir dənə A deyirəm, bunun burasına bir dənə B deyirəm. Uşaqlar, bərabəryanlı trapesiyada diaqonallar bərabərdir deyə, bunun bu bölündüyü hissələr də bərabər olacaq da. Yəni, bura ilə bura bərabər olacaq. Çatırmı? Bura ilə də bura bərabər olacaq. İndi, aşağıdakı üçbucağa baxın, görün. Bərabəryanlı düzbucaqlı üçbucaqdır. Onda bu, çəkəcəyim hündürlük bu hipotenuzun yarısı olmayacaqmı? Yəni, O-dan bu böyük oturacağa qədər məsafəmiz oldu nə? B bölünsün 2. Bir də yuxarı hissəsinə baxın. Yuxarı hissəsində də çəkdiyim bu hündürlük yenə hipotenuzun yarısıdır. Onda bura olacaq A bölünsün 2. Nəticədə hündürlük bərabər oldu A bölü 2 üstə gəlinsin B bölü 2. Yəni, nə oldu bir sözlə? A üstə gəl B bölü 2. Bu daha rahat isbatdır. Amma bayaqki niyə dedim? Ümumi yolumuz həmişə doğrudur. Perpendikulyar diaqonallar görəndə birini saxlayırıq trapesiyanın içərisində, birini sürüşdürüb çıxardırıq çölə. Bəli, 20 sınaqda da rastımıza çıxmışdı. Nəhayət sonuncu isbatımız. Diaqonalları perpendikulyar olan trapesiyanın, uşaqlar, bu dəfə trapesiyanın fikir verirsinizsə növünü deməyib. Deməyib ki, nədir? Onda ixtiyari bir dənə trapesiya çəkərəm. İxtiyari bir dənə trapesiya çəkirəm. Və diaqonalları perpendikulyardır deyir. Bu diaqonalla bu diaqonal perpendikulyardır. Təbii ki, bilmədiyimə görə birinə D1, birinə də nə deyirəm? D2. İndi, orta xəttinin kök altında D1 kvadrat üstə gəl D2 kvadrat bölü 2 olduğunu isbat edir. İsbatını istəyir. Oturacaqları da A, B dedim. Yenə yolumuz dəyişmir. Nə idi yolumuz? D2-ni paralel olaraq sürüşdürüb çıxardıram trapesiyadan çölə. Adlandıraq. Bura A, bura B, bura C, bura D trapesiyası idi. Bura O'dur, bura Y'dir. Uşaqlar, Y-A'mız nə qədərdir? Y-A'mız A'dır. Bura yazdım A. AC-miz D2-dir deyə, YB-miz də D2-dir. Həmçinin O 90-dır deyə, B-miz də nədir? 90-dır. İndi, mənə deyin görün, bütöv YD nə qədər oldu? Bax, bütöv YD. A plus B. İndi istəyirəm ki, YBD üçbucağına Pifagor teoremini tətbiq edeyim. Mənə kömək eləyin. D1 kvadrat üstə gəl D2 kvadrat bərabərdir. Mötərizədə A plus B-nin nəyi? Kvadrat. Çünki bütöv hipotenuz A plus B-dir. İndi mən bunun hər iki tərəfini kökə salsam, kök altında D1 kvadrat üstə gəl D2 kvadratımız A plus B oldu, razısınızmı? Məndən nə istəyirdi uşaqlar? Orta xəttinin kökdə D1 kvadrat üstə gəl D2 kvadrat bölü 2 olduğunu isbatını istəyirdi. Onda yazıram, orta xətt bərabərdir. Normal orta xətt nəyə bərabər idi? A plus B bölü 2. A plus B-nin də yerinə D1 kvadrat üstə gəl D2 kvadratı qoysam, nəticədə isbat eləmiş oluram. Aydın oldu? Tamam.